Önce bir düsturu qeyd edəcəm. Tangens alfa bölünsün 2 bərabərdir. 1 çıxılsın kosinus alfa bölünsün sinus alfa. Diqqət edin, bu ifadənin tamamı tangens alfa bölü 2'nin düsturunu verər. Yəni yazmaq olar ki, limit x yaxınlaşır 0'a 1 bölünsün x vurulsun. Bu ifadənin tamamının əvəzində mən yazacağım. Tangens 4x bölünsün 2. Yəni bizdə də alfanın yerində 4x dayanır. O zaman bu da bərabərdir. Limit x yaxınlaşır 0'a. Deməli 4x'i 2'yə bölsəm 2x. Tangens 2x də sürətə vurular. Yəni olacaq tangens 2x bölünsün x. Və bir düsturumuz da var. Deməli limit x yaxınlaşır 0'a. Tangens a vurulsun x bölünsün b vurulsun x bərabərdir ilə a bölünsün b-yə. O zaman bu düsturu tətbiq etsək, yaza bilərəm ki, burada əslində 2 var, burada da 1 var. Yəni olacaq 2 bölünsün 1 bərabərdir 2'yə. Düzgün cavab 2.